Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Bir sıra insanlar sözləri yalnız bir yankı sayır. Amma bəzi sözlər susqunluqdan doğar. Litvanidə biz o səssizliyi illərlə ilmə toxuduq. Sözlər yasaqlanmışdı. Amma biz baxışlarla danışırdıq. Şüarlar əzilir, dillər boğulurdu. Amma qadınlar xiyabanlarda zəncir olub yürüyürdü. İçimizdə daşıdığımız o kiçik, amma sarsılmaz ışığı heç kimə göstərəmədik. Amma onunla qaranlıqları yara bildik. Kol dar lelijos ežere, kol dar virš upių kyla rūkas, kol baltas paukštis danguje dar gieda tau. Belki de bu sebepten Ista dərəsində belə o səssiz dirənişin səsi yankılanırdı. Çünki bəzi dərələr var, səssiz görünür, amma içlərində 100 illiklərin səsləri dolaşır. Ista dərəsində tarix şam ağaclarının altında addımlayardı. Uşaqlar böyüyürkən keçmişin ayaq səslərini eşidərdi. Dillər susturulardı, nəğmələr unutturulmaq istənərdi, əlifbalar yandırılardı. Amma bir xalqın yaddaşı su kimi yerin altından heç kimin görə bilmədiyi dərinliklərdən axardı. Savaş yalnız tanklarla aparılmaz. Bizim mübarizəmizdə nə qılınc vardı, nə də qalxan. Amma hər səhər işə gedən öyrətmənin addımlarında, hər gecə dua edən bir ananın baxışında bir xalqın səssiz üsyanı böyüyürdü. Moskova yazırdı, Vilnius oynayırdı. Amma pərdə bir gün bağlanacaqdı. Çünki səhnə artıq bizim idi. Siz Araz News radyosunun Azadlıq və Ədalət programının 5-ci bölümünü dinləyirsiniz. Mən Altay Urmulu. Bugün sizinlə şanlı bir dirənişlə qurulmuş bir ölkənin hikayəsini danışacağıq. Səssizliyin içindən doğan hayqırtının zəncirlənmiş bir xalqın azadlığa yürüşünün izini birlikdə izləyəcəyik. Burası Litvani. ...1940-cı ilin yayında Litvani sərhədlərini tanklar keçdi. Bu sadəcə bir işğal değildi. Bu bir xalqın kimliyinin silinməsi cəhdi idi. Moskova 3 Baltik ölkəsini, Estoni, Letoni və Litvaniyi sanki səssizcə utmaq istəyirdi. Litvani bir gecənin içində xalqından ayrılmağa başladı. Sürgün qatarları Sibrinin sonsuzluğuna doğru yola çıxdıqca vaqonlarda uşaqlar ağlayır, analar dua edirdi. On minlərlə ailə köksüzləşdirilirdi. Kimliklər yandırılırdı, adlar dəyişdirilirdi. Ən böyük günah isə Litvanidə olmaq idi. Nori tau žemai, mylima tėvų šalyje. Dil susturulurdu. Litvani dilində dərs demək, öyrətmək
yasaq edildi. Əlifbalar oxul taxtalarından silindi. Bir xalq öz dilində düşünmək bacarığından məhrum oldu. Amma dil eyni bir çay kimi yerin altından axmağa devam etdi. Və illər sonra 1988-ci ildə o yeraltı çay yenidən səthə çıxdı. Sayodis adlı bir xalq hərəkatı doğdu. Əvvəlcə ziyalılar vardı, yazıçılar, həkimlər, alimlər. Amma çox keçmədən xalq da meydanlara axışdı. Hər yürüşdə, hər nəğmədə, hər insan zəncirində Litvan kimliyi yenidən toxunmağa başlandı. Bu, susturulmuş bir millətin öz adı ilə yenidən danışmağa başlaması idi. Hər xalq hərəkatının bir anası olur. Bəzən bir meydan olur, bəzən bir kitab, bəzən bir kəlmə, bəzən bir öfkə. Litvanidə bu hərəkatın adı Sayodis idi. 1988-ci ildə qurulan Sayodis təkcə bir siyasi təşkilat deyildi. Bu, susturulmuş bir xalqın özünə qayıdışı, öz adını yenidən deməsi idi. Onların önündə bir pianoçu kimi görünən, xalqın duyğularına toxunan bir şəxs dururdu. Vitatus Landsbergis. Bir akademik, bir musiqişünas. Amma hər şeydən çox bir millətin səsi olmağı bacaran bir insan. Sayodis kilisələrin sönük salonlarında toplandı. Ruhanilər illərlə qadağan olunmuş duaları yenidən səsləndirdilər. Şairlər susturulmuş misraları kağıza köçürdü. Hər bir bənd bir hayqırtı kimi idi. Çünki bir xalq artıq susmağı rədd edirdi. Və sonra qadınlar yürüdü. Gənc öyrətmənlər, yaşlı analar, tibb işçiləri əlləri ilə səssiz bir zəncir hördülər. Litvani və Estoniyadakı bacıları ilə əl-ələ verdilər. 600 kilometrlik insan duvarı yaratdılar. Silahsız, amma sarsıdıcı bir duvar. Buna Baltik yolu dedilər. O zəncirin hər bir həlqəsi bir umuddur, bir and, bir tarix, bir uşaqdan gələcəyə ötürülən cəsarət notası idi. Moskova bu səssizliyi anlaya bilmədi. Çünki susturulmuş bir xalqın səssizliyi bəzən ən yüksək bağırtı ola bilər. Tarix 1991-ci ilin 13 yanvarını göstərirdi. Vilnius xiyabanlarında tanklar yenidən daxil oldu. Bu dəfə hədəf təkcə bir bina deyildi. Hədəf Litvaninin səsini bulmaqdı. Televizyonun binası. Çünki azadlığın ilk öldürüləcəyi yer həmişə sözlərdir. Və Moskova Litvaninin səsini susturmağa qərarlı idi. Amma qarşılarında yalnız jurnalistlər yox idi. O gecə binanın önündə əllərində silah yox, yalnız bayraq və umud olan yüzlərlə insan toplanmışdı. Gənclər vardı, əllərində pankart, çiyinlərində vətən, qadınlar vardı. Körpələrini qucaqlarında, vətənlərini isə ürəklərində daşıyan analar. Və o gecə saat 2 radələrində tanklar millətə hücum etdilər. Güllələr atıldı, top səsləri çığırtılarla qarışdı. Amma o insanlar geri çəkilmədilər. Çünki onların əlləri boş idi. Amma qəlblərindəki silah düşmənin tanklarından daha da güclü idi. 14 nəfər həyatını itirdi. Kimisi tələbə, kimisi ata, kimisi həkim. Hamısı Litvan eli idi. Hamısı susturulmaq istənən bir xalqın yerinə danışdı. O gecə mikrofon susmuşdu, amma ayaqda qalanlar bizim kimi danışırdılar. Əgər biz sussaq, gələcək doğulmaz. Və məhz buna görə televizyon yayını kəsildiyi anda xalqın səsi yüksəldi. Artıq susmaq yox idi, çünki söz artıq xalqın idi.
Hər bir xalq tarixin müəyyən bir anında milli mübarizə yolunda qərar vermək məcburiyyətində qalır. Litvaniya xalqı şiddətsiz dirəniş yolunu seçdi. Bu təkcə bir strateji değildi. Bu bir əxlaqi tutumdu. Onlar bilirdilər, bir millətə ayaqda saxlayan yalnız qan deyil. Ona görə də əllərində qalxan yox idi. Kitab və bayraq var idi. Kilisanın önündə toplaşan minlərlə insan bir ağızdan mahnılar oxuyurdu. Və Litvani bütün dünyaya şiddətsiz və eyni zamanda şanlı bir dirənişin nümunəsini göstərdi. Bir xalq səssizcə də hayqıra bilər. O meydanlarda qurulan tribunlardan şairlər, ruhanilər və uşaqlar eyni cümləni təkrar edirdilər. Biz barışla qazanacağıq. Və onlar qazandı. Çünki xalqlar bəzən bir daş belə atmadan bir dağı yerindən oynada bilərlər. Litvaniyanın səssizliyi Sovet tanklarının gürültüsündən daha çox şeylər söylədi. 1991-ci il Litvaniya üçün yalnız bağımsızlığın ili deyildi. Bu həm də tarixin onu rəsmi olaraq qəbul etdiyi il oldu. Səssiz yürüşlərin, zəncir kimi birləşən əllərin və şiddətsiz dirənişin sonunda Litvaniyanın səsi artıq təkcə Vilnius xiyabanlarında deyil, dünyanın önəmli baş kəndlərində, uluslararası salonlarda da eşidilirdi. ...13 yanvar faciəsindən cəmi bir neçə ay sonra dünyanın ən böyük diplomatik tribunu olan Birləşmiş Millətlər Təşkilatında bir yer boşaldı və o yerə Litvaniya yerləşdi. Amerika, Alman, Fransa və İskandinaviya ölkələri ard-arda Litvaniyayı bağımsız bir dövlət kimi tanıdılar. Vaşinqtondan gələn o cümlə artıq tarixin möhrü idi. Litvaniya artıq azad bir dövlətdir. Bu tanınma yalnız sembolik deyildi. 1940-cı ildə Sovet İttifaqı tərəfindən işğal edilən Litvaniya 50 il sonra artıq uluslararası hüquq səviyyəsində də öz egemenliyini bərpa etdi. Əvvəllər yalnız de facto azad olan bir xalq indi hüquqi baxımdan da tanınan bir cümhuriyyətə çevrilmişdi. İllərlə susturulan, pasportları əllərindən alınan, xəritələrdə adı silinən bir xalq indi yenidən uluslararası sistemin içində idi. Həmin ilin sonunda Sovetlər Birliyi rəsmi bir şəkildə dağılarkən bu təkcə bir imperatorluğun sonu deyildi. Bu həm də Litvaniyanın 50 illik qeyri-müəyyənlik və təzyiq dövrünə son qoyması demək idi. Litvaniya artıq yalnız öz xalqının yox, dünyanın gözündə də bağımsız bir cümhuriyyət idi. O yenidən xəritələrdə yerini aldı, pasportlarda yazıldı, səfirliklərdə bayrağını dalğalandırdı. Bu yalnız beynəlxalq bir tanınma deyildi. Bu, bir xalqın tarixlə, kimliklə və hüquqla olan bağlarının yenidən bərpa olunması idi. Litvaniya artıq bağımsızdır. Cümhuriyyət tanındı. Litvaniya xalqı sömürgəsi baskının ortasında öz kimliyini susturmadan yaşamanın yolunu tapdı. Əllərində silah yox idi, amma birlikləri vardı. Dilləri, xatirələri, nəğmələri vardı. Səssiz zəncirlər inam və xalq mahnıları ilə tarixə yeni bir səhifə açdılar. Onlar torpağın altından keçən yaddaşı yenidən
üzə çıxartdılar. Bugün Güney Azərbaycanda da oxşar bir mənzərə yaşanır. Kimliyi ilə dil yasaq, mədəniyyəti yox edilən Güney Azərbaycan. Oxullarında hələ də türkcə yazıb oxumaq yasaqdır. Şeirlər və kitablar sansor olunur. Adlar dəyişdirilmək istənir. Amma necə ki Vilnius xiyabanlarında susmayanlar vardı, Təbrizdə, Ərdəbildə, Sulduzda, Astarada, Zəncanda, Urmiyədə, Tehranda və hətta faşizmin ortasında parlayan ulduzumuz olan Qaşqay yurdunda da insanlar Türkəm deyə bağırırlar. Bu bənzərliyin bizə dediyi təkcə bir həqiqət var. Azadlıq qıraqdan gəlməz. Azadlıq xalqın öz içində qurduğu dirənişlə başlar. Litvani bizə göstərdi. Bir millət susturulsa belə, dilini qəlbində yaşada bilirsə, bir gün o kəlmələr mütləq xiyabanlara axacaq. Onlar tankların qabağında susmadılar. Biz də susmamalıyıq. Çünki azadlıq susanlara verilməz. Bir milləti millət edən yalnız xatirələr deyil, xatırlamalarıdır. Litvani bunu bacardı. Öz yaddaşını dirənişə çevirdi və nəhayət dünyaya öz adını yenidən eşitdirdi. Bugün bu yayımı Vilnius xiyabanlarında azadlıqla danışan bir xalq adından və Təbrizin, Ərdəbilin, Urmiyənin, bütün Güney Azərbaycanın susqun uşaqları adından bitiririk. Mikrofonu bağlamadan əvvəl Litvanili bir ananın oğlunu vətən uğruna yola salarkən söylədiyi bağı ilə sizinlə vidalaşırıq. Ой, que одиноко, когда сунались у криш. Ой, que одиноко, когда соколели перлекс. Я янг сирители, та янг секелта. Я велува карели, та угнелась не дехтав. Саво сунелю лохтав. Ой, que одиноко, который келеру мано сунели перекс. Та я шиш барситав, держалек ред келер. Te așinu dabitau, valtoi ondrobele, lăsei srieții melips, să vă suneliu locta. Negriși sunele, negriși sacanele, priec să vă mutulesc, priec să vă dărveliu, sunele vai care brangeaus, sunele sacanele, sunele arjolele. Ağlama ana, gənc oğlun ən sevimli vətənini qorumağa gedir. Meşədə uca bir palıd kimi yıxılsa da, axırıncı qiyamət gününədək ruhu gözləyəcək. Külək xoş ağaclarının budaqlarını qırarcasına əsəndə, sən də əllərini didik-didik etmə, döyünmə. Daha oğulların var. Əgər bir evladını vətən yolunda itirirsənsə, peşmanlıq duası ilə yeni bir yurd dilənmək olmaz. Geniş çayların o tayında alaylarımız parlayır. Əziz Litvanimizi qoruyurlar. Orada başını verən hər igid üçün göyün mələkləri elmaslardan bir tac toxuyurlar. Nə qədər oğul torpağa düşdü, payız yarpaqları kimi. Onları sevən neçə-neçə gənc qız ağlayacaq. Amma Nemunas çayında heç bir zaman orada axan düşmən qanı qədər su axmayacaq. Siz Araz News Radyosu'nun Azadlıq və Ədalət proqramını dinlədiniz. Mən Altay Urmulu. Gələn həftə başqa bir dirənişin hekayəsi ilə yenidən bir yerdə olacağıq. Sağ olun, sağ qalın. Thank you.
Thank